Məlum oldu ki, bəzi bu papasının gül balası deyən məsxərə edənlər, papaların həqiqətən gül balaları təkcə Britaniyada, Londonda qısa müddət ərzində 700 milyon dollarlıq malikanə mülk alıblar. Bəli, mümkündür Bəşər Əsəd 40 milyon Moskvada alıb. Amma bu məsxərə nə idi? Papasının gül balası, nə bilim, ailə hakimiyyəti. Əgər bir anlıq axırda Bəşər Əsəd və Suriya deməsəydilər, mən elə bilirdim Azərbaycan haqqında söhbət gedir. Mən bir xatirə istəyəm danışam. Bir müddət bir yerdə xəstəxanada oldum. Orada 2 nəfər var idi. İkisi də içki içən idi. Bir gün bu içirdi, yıxılırdı. O birisi buna məsxərə edirdi, lağ edirdi. Sabah içib yıxılırdı. Bu birisi ona lağ edirdi. Axırda mən dedim, siz nə edirsiniz? Yəni, sən bilirsən, sən dünən bu vəziyyətdəydin. İnanmaq istəmirdi. Bəzən insan hələ ki qüdrət başındadır. İnanmaq istəmir ki, özü bundan çox-çox pis vəziyyətdədir. Sadəcə internetdə axtarın Panama sənədləri, Pandora sənədləri görün. Kimlərin adları var orada? Kimlər nə edib?